Mən universitetə sənəd verəndə birinci il kəsilmişdim və ikinci il açıq heç universitetə hazırlaşmaq da istəmirdim. Həmin vaxt yadımdadır ki, hardasa onun bir çıxışını eşitdim və adətən belə şeylərdə mən dinləməyi xoşlamırdım. Amma nəsə gördüm ki, orada təhsil tələbə mövzusu gedir. Nəsə qulaq asdım, gördüm deyir ki, dindarlıqdan, dindən ya nəsə ibadətdən belə şeylərdən danışırdı. Və orada bir yerə gəlib çatdı ki, gəncin vəzifəsi bugünkü gündə oxumaqdır. Yəni gəlib məsciddə vaxt keçirməkdənsə o təhsilini almalıdır və savadlı bir şəxs kimi yetişməlidir. Nəsə olsa ilişdi beynimə. O da bəlkə təkan verdi ki, mən qərar verim ki, ikinci ildən belə hazırlaşam və universitetə sənəd verim. Düzdür, açıq çox istəyərdim ki, onunla həmsöhbət olaq, bu barədə danışaq. İndi qismət olmadı. Allah necə deyirlər, o biri dünyasını versin. Düşünürəm ki, yavaş-yavaş podkastı bitirmək olar. Sənin də son sözü vermək istəyirəm. Əgər nəsə əlavə eləmək istəyirsənsə, buyur. Çox sağ ol məni dəvət elədiyinə görə. Sən dediyin hadisə başqa bir adamın da başına gəlib. Ümumiyyətlə belə hadisələr çox olurdu. Məsələn, biri dedi ki, mən filan problemlə üzləşmişdim. Beynimdə bütün gün bu fikir idi.